Bu gördüyünüz ev mənim babam SSR-nin əməkdar səmərləşdiricisi, ixtiraçısı, öz rayonunda çox sevilən, sayılan, sambalı bir şəxs olan Salih Sadıqoğlu Həsənovun evi idi. Çox şükürlər olsun ki, 33 ildən sonra şəhidlərimizin canı qanı bahasına, qazilərimizin, ordumuzun əməyi hesabına biz torpaqlarımıza, uzun illər həsrətini çəkdiyimiz torpaqlara qayıtdıq. Arzularımız gerçəkləşdi. Mənim illərlə şeirlərimdə yazdığım, bildirdiyim arzular gerçəkləşdi. Elə buna görə də mən 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlamağı xəbərini eşidəndən sonra yazdığım Arzusundayam adlı şeirimi söyləmək istəyirəm. Arzusundayam. Ürəyim daralır, sıxılır çox vaxt. İndi də dəyişik duyğulardayam. Çünki doğma kəndim Muğanlı ilə mən Qarabağımın arzusundayam. Bir addım qalıb ki, zəfəri çalaq, Xan kəndində həm də Şuşada qalaq. Mənfur düşmənlərdən qisası alaq, Çəkili dağımın arzusundayam. Düşmənin atdığı dəyir sinəmə, hər güllə ilə yara vururlar mənə. Əlinin yarası mənimdir yenə, solumun, sağımın arzusundayam. Nə gəzərdim Cıdır düzü tərəfi, nə içərdim su İsa bulağından, nə qalardım Topxana meşəsində, yaylaq, oylağımın arzusundayam. Gözəl üz görərəm qızdan, gəlindən, xoş xəbər alaram türkün elindən, zəfər eşidərəm diktor dilindən, zəfər sorağımın arzusundayam. Qarabağ yurdumun səni, mənidir. Onun bu düyünü, saçın dənidir. Qarabağ ulu türkün vətənidir. Mən Qarabağımın arzusundayam. Ürəyim daralır, sıxılır çox vaxt. İndi də dəyişik duyğulardayam. Çünki doğma kəndim Muğanlı ilə mən Qarabağımın arzusundayam. Bütöv Azərbaycan arzusundayam. Bütöv Azərbaycan arzusundayam. Çox şükürlər olsun ki, öz Muğanlı arzuma çatdım, Qarabağ arzuma çatdım. İnşallah bütöv Azərbaycan arzumuza da çatarıq inşallah.